2025-ci ilin yanvar-aprel aylarında Federal Məhkəmə İcraçıları Xidmətinin əməkdaşları 19 mindən çox qanunsuz miqrantı Rusiyadan deportasiya ediblər. Turkistan Az Rusiya mətbuatına istinadən məlumat verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə min nəfər azdır. Belə ki, 2025-ci ilin 4 ay ərzində 19,1 min əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiyadan məcburi deportasiya edilib. 2024-cü ilin 4 ay ərzində bu rəqəm 1,7 min olmuşdu. Xəbərə görə miqrantların ölkədən çıxarılmasının azalması tendensiyası Rusiya prezidentinin deportasiya rejiminin tətbiqi ilə əlaqədar Rusiya Federasiyasında müəyyən kateqoriyalı əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun tənzimlənməsi üzrə müvəqqəti tədbirlər haqqında fərmanının müddətinin uzadılması ilə əlaqədardır. Fərmana əsasən əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə sentyabrın 10-da ölkə ərazisində hüquqi statuslarını tənzimləmə imkanı verilib. Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə 2024-cü ildə ölkədə qeyri-qanuni yaşayan ümumilikdə 88 min əcnəbi vətəndaş Rusiyadan deportasiya olunub.